Manchester United'in Mateus Cunha transferi növbəti iflasdır ya dönüş nöqtəsidir? Birinci olaraq Manchester United'in öyrəndiyi dərslərdən biri odur ki, United ölkə içindən oyuncu transfer edib. Bunun da üstünlüyü odur ki, adaptasiyaya vaxt tələb olunmayacaq. İlk öncə onu deyək ki, Vitor Pereira'nın da rəhbərliyi altında Wolverhamptonda Cunha sol 10 nömrə mövqeyində oynayırdı. Manchester'da onu hələ bu taktikada 3-4-2-1 taktikasında həmin mövqedə istəyir. Xatırladaq ki, Amorim'in sistemində biri yaradıcı 10 nömrədir. Çox güman ki, bu rolun öhdəsindən Bruno Fernandes gələcək və ya əgər transferi başlarsa Mbeumo bura nəzərdə tutulub. Digər oyunçu isə biz buna ingiliscə inverted forward deyirik və ya inverted winger. Oyuncu hansı ki, həm içəri doğru girir, həm də ki, öz cinahını uğurlu şəkildə istifadə edə bilir. Amorim'in ən böyük tələbi ondan ibarət edir ki, bütün bu sistem buna şərait yaradır ki, bax bu oyunçular qabaqlarında boş sahə əldə etsinlər və o sahəni maksimum eksploatasiya eləsinlər. O sahədə durub pas atmasınlar. O sahədən konkret olaraq irəliləyib ya qol vəziyyəti yaratsınlar, ya özləri qol vursunlar və bu baxımdan Mateus Cunha ideal bir futbolçudur. Gördüyümüz kimi Cunha'nın özəlliyi ondan ibarətdir ki, o həm sağ ayaqla, həm sol ayaqla, həm də ki, qeyri-standart mövqelərdən çox gözəl şəkildə qol vurur. Həm də Mateus Cunha'nın istilik xəritəsinə baxaq Wolverhamptonda. Dəqiq demək olar ki, buna oxşar istilik xəritəsi Manchester United'də olacaq. Baxın, bu cədvəldə gördüyümüz kimi Cunha həm qol vurmaqda, həm də assistdə overperformans nümayiş etdirir. Skeptiklər artıq narahatdırlar ki, onun normal statistikası bunun 80%-dədir. Lakin adətən futbolçunun overperformans eləməyi iki mühüm faktora gətirilə bilər. Birinci, bəxtəvər qolların sayı, misal üçün Ananaya vurduğu bu qol və ya rikoşetlə qapıya gedən bu qol. Lakin bayaqki qollarda da göstərdiyimiz kimi Cunha hardasa bəlkə də Muhammed Salah misalına daha yaxındır. Yəni çox yaxşı oyunçu overperformans eləyir, yeni səviyyəyə qalxır. Yeni komandası onun güclü keyfiyyətlərini daha da gücləndirir və nəticədə oyunçu o səviyyədə qalır. Nəzərə alsaq ki, Manchester Unitedin arxada qalan mövzusunda ən böyük problemi qol vurmaq və ya qol epizodlarına girmək idi. Cunha bu məsələnin öhdəsindən çox ciddi şəkildə gəlir. Nəzərə alsaq ki, Fernandes də qalır. O deməkdir ki, Manchester Unitedin gələn mövsüm hardasa ciddi şəkildə qol sayıları artırır. Amma əlbəttə ki, bunun üçün çox vacib bir mövqe bu mövqedir. Hoydunun yerinə oyunçu alınıb alınmamasından çox şey asılı olacaq. Sizin fikrinizcə Mateus Cunha'nı Manchester Unitedin potensial olaraq ən yaxşı top 3 transferinə daxil etmək olarmı? Yoxsa danışmaq hələ tezdir?